regional təhlükəsizlik və parlament dostluq qruplarının fəaliyyəti yalnız siyasi gündəmdən deyil, eyni zamanda regional sabitliyin və inkişafın əsas sütunlarından biridir. Cənubi Qafqaz və geniş region sürətlə dəyişən geosiyasi proseslərin mərkəzində yerləşir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, sərhəd təhlükəsizliyi, hibrid təhdidlər, kiber cinayətkarlıqlar, informasiya təhlükəsizliyi kimi məsələlər üç ölkənin ortaq gündəliyində xüsusi bir yer tutur. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq artıq uzun illərdir ki, təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində strateji xarakter daşıyır. Çox hörmətli həmkarların da qeyd etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələr regionun enerji və nəqliyyat xəritəsini dəyişdirib. Bu layihələrin təhlükəsizliyi isə yalnız hərbi və icra edici strukturlar deyil, həm də qanunverici orqanların məsuliyyətidir.